İlk n həddinin cəmi SN olan ayın ədədi silsiləsində S7 çıx S5 bərabərdir 12 olarsa A6 ilə A7 cəmini tapın. S7'nin ilk 7 həddin cəmi, orta hədd burada olacaq 4. Deməli 7 vurulsun A4'dən ibarətdir. Çıxılsın 5 dənə ilk 5 həddin ortasındakı hədd isə 3-cü həddir. Deməli 5 dənə də A3'dən ibarət budur. Bərabərdir 12. Deməli ədədi ortadan istifadə edərək yazdıq. A4 ilə A3'ün fərqi bir dənə D olduğu üçün biz A4'ün əvəzinə yaza bilərik. 7 vurulsun A3 üstə gəlinsin bir dənə D və çıxılsın 5 dənə A3 bərabərdir 12. Vurub açı sadələşdirsək 7 A3 üstə gəlinsin 7 D çıxılsın 5 dənə A3 bərabərdir 12. 7 A3'dən 5 dənə A3 çıxsaq 2 dənə A3 üstə gəl 7D bərabərdir 12 yaza bilərik. A6 və A7'ni də elə A3 ilə əvəz etsək, A6'nın əvəzinə A3 üstə gəlinsin 3D və A7'nin də əvəzinə A3 üstə gəlinsin 4 dənə D yaza bilərik. Bərabərdir 12. Alınır bu da. Çünki 2 dənə A3 üstə gəl 7 dənə D, o da 12'ye bərabərdir.